O da var. Ha. Əla. Prosta malades. Mən hamınıza minnətdaram ki, üstünün beğeni vaxtınızı ayıb burada iştirak edirsiniz. Əslində baxsaq, çıxışı Cəmi müəllim eləməliydi. Çünki bu kitabın yazılmasının ideyası, tərəfdarı, hər bir şeyi belə deyək ki, olur. Qısa tarix deyim ki, bu 23-cü ilin yanvar ayında mənə Cəmi müəllim yanına çağırdı ki, bir konferans var qidalanmaya dair. Oraya gidip material hazırla. Sən qidalanma köhnə gazetəçi olursan. O iclasın da belə idi ki, Sərqə Azad müəllim idi. Orada birinci dəfə bu çıxışı orada elədim. Ondan sonra Cəmi müəllim çağırdı ki, bəs daha bu işin arxasını həll elə. Həll elə. Yəni, planımızda var idi ki, cəmi 200 səhifədən ibarət bir kitab yazar. O da hardan qaynaqlanmışdı? Bundan əvvəl bizim mərkəzdə belə bir ilk dəfə iş olmuşdu, xərçəng və qidalanma. 3 nəfər ibarət və digər kitablara da baxdıq, gördük ki, materialların hamısını Cəmi müəllimə göstərdim. Onkologiya dair Leçeniya pri onkologiyası zabelivani, balaca bir kitab, 200 resept onkoloji xəstəliklər, sağlam həyat tərzi, can boğazdan çıxar türklərin, hamısı biz fikirləşdik ki, bizdə də 200 səhifə alınacaq. Amma açığını deyim, Cəmi müəllim o qədər tələbkar adamda, o qədər tapşırıqlar verdi ki, axırda gəldi, 2000 səhifəlik kitab alındı, 4 dənə kitabdır. Kitab indi haqqında nə deyə bilərəm? Kitab deməli, dedim ki, bu şəkili var, özəllikləri, bu kitablardır, istifadə elədiyimiz, bu hələ belə deyək ki, həmən bunlar da onun içərisində var, bu qədər kitab var. Təxminən bu kitabın yazılışında 10.000-ə yaxın saytdan istifadə olunub ədəbiyyatdan. Ondan cəmi 2.000-ni biz bu kitaba salmışıq. Qalanları baxıb, yəni sayt seçmişik. 10 dənə sayta baxmışıq, içindən birini, ikisini seçmişik. Və kitab göstərdiyimiz kimi 2 hissədən ibarətdir. Ümumi hissə və ümumi faktorlar haqqında məlumat verir. Həm yatmaq, yemək, durmaq, ümumi şəkildə. Bu 1 və 2-ci kitabdan ibarətdir. Bir də var xüsusi hissə. Xüsusi hissədə artıq ayrı elementlər haqqında. Alma nədir, armud nədir, yuxu nədir, qaçmaq, fizik aktivliyi, ayrı hamısı haqqında məlumat deməli verilir. Bu məlumatlar və yaxınlarda bir söhbətimiz oldu. Kitaba baxanlar belə bir söhbət oldu ki, bu rənglər hardan alınıb ki, niyə belə bu rəngləri seçmişsiniz? Bu rəngləri bir növ biz Instoxyada fizika dərsində rəhmətli Qurbanəli müəllim vardı, profesor. O qırmızı svetoforun rənglərini izah elədi ki, niyə svetoforun rəngləri qırmızıdır, sarıdır, yaşlıdır. Qırmızı rəng ən çox diqqəti cəlb edən rəng olduğu üçün qırmızı rəng deməli svetoforda bu cürə izah elədi. Qırmızı rəngdən istifadə olunubdur. Ona görə də kitabın başlıqlarında, kitabda indi kimdəsə kitablardan var, başlıqlar hamısı qırmızı rəngdədir. İnternet linkləri, ədəbiyyat göy rəngdədir. Linklərin özünə uyğun. Bizim hər bir kitabın özəllikləri haqqında danışanda deyəcəm, kitabın indi bəri başdan deyim, ən böyük özəlliyi nədən ibarətdir? Kitabda yazılış qaydası, ənənəvi məlumat götürülübdür hər hansı bir mənbəydən. Ənənəvi məlumata müəlliflər şərh veriblər. Ondan sonra ona uyğun şəkil seçilib, foto seçilib, fotonun yazıları. Sonra süni intellektdən belə deyək ki, müraciət eləmişik ki, bu deyilənlərə sizin münasibətiniz nə cürədir? Süni intellekt münasibətini bildirəndən sonra biz də təzdən ikinci dəfə süni intellektin fikrinə deməli, müsbət və ya mənfi rəy bildirmişik. O da süni intellekt də burada göy rəngdədir, bizim şərhlər yaşlı rəngdədir. Kitabın müəllifləri hamısı elmi işlə məşğullandı. Akademik Cəmil Əliyevin təxminən 500-dən artıq elmi əsəri var. Sevinç Rəhimzadənin 200-dən artıq, məndə təxminən 100, Türkan Mansurova da 20. Yəni, bir hamımız elmi iş yazanıq. Ona görə də bu kitabın yazılışında belə bir gizli moment var ki, bir an var ki, kitab 5 hissədən ibarətdir. Birinci giriş, sonra məqsəd, material, metod, hamısı kitabın birinci hissəsində var. Ümumi hissənin birinci kitabında. Nəticələr və müzakirələr və yekun.
Bu səbəbdən də deməli kitab həm elmi naučno-populyardır da, elmi populyardır, həm də elmi əhəmiyyət daşıyır. Bu səbəbdən də bu kitabdan tək geniş oxucu kütləsi yox, gənc tələbələr, alimlər bundan bir bilik mənbəyi kimi istifadə edə bilərlər. Və çox sevindirici bir hal oldu ki, bu yaxınlarda mənim xəbərim olmadan bu kitab haqqında kiminləsə belə söhbət edəndə bir yoldaş bunun kitabı sonra məndən əldə elədi və Cəmil müəllimin bu gördüyü işlərə çox böyük qiymət verdi ki, akademikin belə deyim ki, səyinə açığın deyim, kitabın həm materialını çox böyük material xəmsidir, həm material, həm morallı bütün yükünü Cəmil müəllim öz öhdəsinə götürübdür. Yəni, bu Cəmil müəllim olmasaydı, bu kitabı yazmaq mümkün olmazdı. İndi kitabın özəllikləri haqqında. Kitabda orada deyilik ki, 14 dənə özəllik var. Birinci özəllik nədir? Yəni, qidalanma, müəyyən bir şeylər haqqında, pəhriz haqqında yazanda da burada bəzən əlavə məlumatlar da misal üçün qoymuşuq. Aralıq dənizi pəhrizi. Aralıq dənizi pəhrizi nədir? Bunun hardan qaynaqlanıb? Yunanistandan qaynaq, Aralıq dənizi hövzəsindən, Yunanistandan qaynaq. Yəni, əslində baxsaq, bu kitabın məzmununa o aid deyildi ki, biz onlar haqqında məlumat verək. Amma daha maraqlı olsun deyən, daha belə bir oxunaqlı olsun deyən, o haqqında da, o təxminən bir 20-yə yaxın pəhriz haqqında məlumat verilibdir. O pəhrizlərin hamısının məskəni, Hindistan pəhrizi, Azərbaycan həmçinin, Gürcüstan, 20-dən artıq pəhriz haqqında məlumat verilib. Onların məskəni haqqında çox qısa bir məlumat verilib ki, oxucu üçün maraqlı olsun. İkinci özəllik, bu kitab onkologiya həsr olunubdur. Odur ki, onkologiya haqqında da qısa bir onkoloji xəstəliklər nədir, hansı diaqnostika, hansı çox qısa, təxminən 3-5 cümlədən ibarət əsas izah edən bunları o fotolardır, şəkillərdir, onkologiya. Orada ingilisləri biz onun hamısını Azərbaycanca tərcümə eləmiş. Yəni, birinci özəlliyi müəyyən bir tibbi biliklərə, müəyyən bir, belə deyim ki, elmi, digər bir məlumatların əlavə olunmasıdır. İkinci özəllik. Hər hansı bir məlumat haqqında bir neçə mənbəydən məlumat var. Məlumat var kitabdan, dəftərdə. Yəni, necə dediyim kimi, bəzən 10 dənə məlumat seçmişik, 10 dənə məlumat seçib, 10 dənədən cəmi 2 dənəsini, 3 dənəsini qoymuşuq. Onlar təkrar olmasına baxmayaraq, hərəsi bir qaynaqdan müəyyən bir fərqli surətdə təqdim olunur. Odur ki, özümə haqq qazandırmaq üçün ki, dedim, oxucular məni söyməsin ki, daha doğrusu bizi söyməsin ki, niyə bu belə çoxdur? Təkrar, bu atalar misalını, təkrar biliyin anasıdır. Bunu dəfələrlə demişəm ki, niyə biz bunu təkrar vermişik ki, yəni bir dəfə oxunan şeyi yaddan çıxa bilir. Misal üçün, Almanda lif var, bu yaddan çıxa bilər. Amma 2-3 dəfə bunu oxuyanda ki, Almanın qabığında liflər var, bətində liflər var, onu yemək, bu yadda qalır, beyinə hopur. Ona görə təkrar, ikinci özəllik, təkrar biliyin anasıdır prinsipindən istifadə eləmişik. Və bu nöqtə nəzərdən də baxın, bəzən misal üçün seçdirik, görək nəyə çox təkrar eləmişik, ən çox pəhriz sözünü, 2222 dəfə pəhriz sözünü təkrar olubdur orada. Yəni buna dair, necə deyim ki, 20-23, amma pəhriz sözünü həddən liflərdir, mikrobiyomdur, bunlar haqqında çox geniş məlumat verilmişdir. Üçüncü özəllik. Misal, mən açığın bilmirdim ki, porsiya, drink, belə bir sözlər var, qədəh, bunlar nə deməkdir? Bunlar yeni məlumatlardır. Kitabda bunlar haqqındadır. Bir porsiya nədir? Yəni, yeməyin bir porsiyası nədir? Drink nədir? Nə qədər, nəyi nəzərdə tutur? Bunlar haqqında da yenə də o tibbi biliklərə köməkçi kimi bunlar haqqında da məlumat deməli verilmişdir. Və dördüncü, redaktör və ixtisarlar, 2 kitab qoymuşuq. Yəni, biz araşdırdığımız məlumatlar həddən artıq çox idi. Onların hamısını əgər bu kitaba salsaydıq, bunu belə deyim, 4 yox, 20 cild olardı. Ona görə onları qısaltdıq və ixtisar. Amma məzmununu dəyişməmək şərti ilə, əsas elementləri saxladıq, məzmununu dəyişməmək şərti ilə ixtisarları apardıq. Bu oldu bizim 4-cü özəlliyimiz. 5-ci özəllik, biz bu kitabları yazanda adətən xəstələrlə də müzakirə edirdik ki, xəstədən soruşursan ki, bu yemək sənə nə cürə təsir göstərir, su içirsənmi, su mu yaxşıdır? Misal üçün,
indi bir xəstə ilə biraz bunun əvvəl söhbətimiz var idi. Deyir, doktor, siz deyəndən sonra mən çayı yaddan çıxartmışam. Çay nədir bilmirəm, ancaq mayədən istifadə edirəm. Odur ki, həmən bax bunun xəstələrin bu dedikləri amillərdən də istifadə edib, yəni tək elmi amillər yox, xəstələrin dediyi amillərdən də istifadə edib, bunu salmışıq, bu kitabın 5-ci özəlliyidir. Çünki xəstələrin fikrini də bura salmaq başqa kitablarda yoxdur. Süni intellektin məlumatı. Deməli, necə deyim ki, süni intellekt işin yerişində nəysə, belə bir gəlir ki, bizə ki, burada digər bir mənbə də olmalıdır ki, bu deyilənləri təsdiq və ya inkar edəsin. Ağlımıza süni intellekt də təzə qaynaqlanan vaxt idi, 2023-ün əvvəli. Ağlımıza gəldi ki, süni intellektdən istifadə edək və süni intellektin dedikləri məlumatlardan istifadə edək. Süni intellekt və bilirsiniz ki, nədir, insan şuurunu müəyyən dərəcədə kopyalayan, bəlkə biz də ondan artıq məlumat verən bir mənbəydir. Süni intellektdə biz bir neçə dəfə sual vermişik ki, bu mənbəyləri hardan almışsınız? Onlar hamısı haqqında bizə məlumat verir ki, mən bu məlumatı bir neçə yerdə deməli, almışam. Və süni intellektdə bəzən mübahisəli məsələlərdə süni intellektlə biz razılaşmırıq. Doktor görəcək ki, deyirik ki, süni intellektin bu dediyi ilə razı deyil. Müəyyən bir fərqli fikirlərimiz var. Amma axırda onu da deyim ki, inan ki, axırda süni intellekt biz də gör ki, çəkmirik, biz də ən tərəfə gəlir ki, siz düz deyirsiniz və bağışlayın. Yəni süni intellektin səhvlərini, yəni 100% süni intellektə inanmayın. Onu hər dəfə saf-sürü eləyin. Süni intellekt haqqında məlumat qoymuşuq, özü haqqında həm bir Azərbaycanlı alimin, həm də süni intellektin özü hardandır, nə cür əmələ gəlib, nədir? O haqda da o maraqlı, tibbdən başqa bir maraqlı məlumat kimi o kitaba da bu məlumatı qoymuşuq. 7-ci özəllik, bəzən bu aramızda mübahisə yaranır ki, bu el arası sözlərdən çox istifadə edirsiniz. Amma yenə də bəziləri deyir, çox düzgün edirsən. Özünü qoyana Allah da qoyur. Bunun nə pis sözdür? Yəni, yeməyini, içməyini, yatmağına, durmağına fikir ver, səni Allah da qoruyacaqdır. Və digər bir nuş olsun. Bu əksəriyyətli qidalanmalar aidiylə axırda biraz da belə maraqlı olsun, biraz da cəmaatın rəhman ruhiyyəsi yaxşı olsun, bir neçə dəfə nuş olsun sözünü işlətmir. Yəni, bu el arası sözlərdən istifadə edilmişik, amma çox yaxşı sözlərdir. Kaş bunları həmişə bir-birimizə həmişə deyək. 8-ci deməli, bu kitablarda, misal üçün, bu kitaba baxın, elə bir səhvə yox ki, orada bir foto olmasın. O hadisəni, o izah edən foto olmasın. Qara kitab, indi mən görürəm ki, mən özüm, mən üstürəm, mən kitab oxuyanam, amma kitaba baxanda ki, təmiz o səhvələri qaradır, orada bir başqa məlumat yoxdur. Biraz hövsələm daralır, bu oxuya bilmirəm, birazdan qoyuram kənara. Ona görə də bu kitablarda, fotolardan həddən artıq çox, hər bir məlumatın mütləq bir fotosu olmalıdır. Fotolar da prinsipimiz nədən ibarətdir? Fotolar bir dənə türk dilinə çıxmaq şərti ilə İngiliscə var idi, Rusca var idi, Fransızca, Falyaqca, müxtəlif fotoları. Onların hamısını biz Azərbaycanca, ya fotonun özünün üstlərində, ya bu şərhlərimizdə onları fotonun mütləq Azərbaycan dilindən tərcümə eləmişik. Bu, bunun oldu 8-ci özəlliyi. 9-cu özəllik, bütün məlumatların, misal, ədəbiyyat var. Misal üçün, ədəbiyyat var, Can Boğazdan çıxır, çox yaxşı kitabdır. Amma bir dənə ədəbiyyat hardan götürülür məlumat yoxdur. Bütün 3-4 dənə axıra, kitabın axırdan mənbə qoyurlar, onu da axtar deyin, görün bu hardandır, yoxdur. Amma bizdə budur. Bu boyda kitaba cəmi 10 dənə qaynaqça qoyurdur. Bu kitab hardan qaynaqlanır, bu boyda dediklər bunun özünündür, inanmıram bunun özünə olsun. Kimsə hardan köçürür, mənim kimi. Mən də köçürürəm, amma mənbə Türklər yazıbdır, Ruslarda da eyni üzrədir, bizdə də eyni üzrədir. Yazıb Pevzner var, qidalı pəhriz barəsində. 16 dənə bunun pəhriz dövü var. Kitabda 150 səhvə onu yazıblar, bir dəfə deməklər ki, bunu yazıb Pevzner təklif edilibdir. Bir dəfə Pevznerin adını çəkmirlər, o yazan adam öz adına çıxır. Amma burada elə bir cümlə, bircə cümlə olsun. Azad Kərimli deyir ki, filan cürə qidalanın mütləq onun altında mənbəyi olur. Elə bir məlumat yoxdur ki, orada mənbəyi olmasın. Mütləq mənbəyi var. İkinci bir bu mənbəydən, linkindən başqa. İkinci bir burada bütün mənbəylərin hamısının QR kodu var.
Yəni əziyyət çəkmədən, heç bir yerə təzədən o linki axtarıb, kompüterə girmədən QR koddan istifadə eləməklə o mənbəyə girmək deməli mümkündür. Yəni təmiz fərqli bir deməli bu yazılışdır. Bu da bunun özəlliklərindən biridir. 9-cu özəllik. 10-cu özəllik. Kitabın mündəzəratına baxanda görəcəksiniz ki, burada məlumat biraz çoxdur. Niyə çoxdur? Mən mündəzərata 10 dənə də mənbə qoya bilərdim. 10 dənə də şey. Amma burada mündəzərat bəzən 4, 5, 6 səhifəyə yaxın burada mündəzərat var. Niyə? Bunu həm də o predmetli, köhnə kitablarda predmetli ukazat edilən bir termin var idi. Predmet, indi ona rast gəlmirəm. Mən bu mündəzəratı çox geniş qoymaqla ona nail olmuşam ki, da kitabın elə mündəzəratına baxanda həm də bu bir predmetli ukazat, bu axtarış mənbəyi olsun. Daha bir də axtarmayasan ki, bu harada. Ona görə mündəzərat bəzən həddən artıq deməli çox görünür. Bu kitabın oldu növbəti özəlliyi. 11-ci özəllik. Bu kitabda məşhur insanların qidalanma haqqında sözləri. Heç bir kitabda belə bir şey yoxdur ki, qidalanma haqqında Məhəmməd Peyğəmbərdən tutmuş, ilk dəfə eramızdan təxminən 4000 il bundan, 2000 il bundan əvvəl Ayurveda bir sistem var. Həmin o sistemdə deyilən qədər ən axırda Əlman müəllimin adı var, Nizaminin də, Nizami deyir təlaşı heyf elə, göyərtini təlaş heyf eləməyin. O dərmandan daha yaxşıdır. Steve Jobs'dur, yəni müxtəlif alimlərin, böyük adamların burada bu haqda deməli məlumatları vardır. Başqa kitablarda buna rast gəlməyəcəksiniz. 12-ci özəllik. Bu, necə dediyim kimi, bunu öncə dedim, hər bir məlumat 3 mənbəydən alınır və bunlar bir-birilə müqayisə. Ənənəvi ədəbiyyat, müəlliflərin öz fikirləri, hər dəfə şərhlərdə o yaşıl rəng şərhlərdə onu göstərmişik, sonra süni intellekt. Yəni bunlar həmişə üçü bir-biri ilə müqayisə olunur ki, bunlar hansı düzdür və ortaq nəticəyə gəlmişik. Bu, bunun 12-ci özəlliyi. 13-cü, bu mənbəli, bu da ona aiddir, daha dəqiqi müəlliflərindir. Birinci və üçüncüyü biz toplayıb müəyyən bir nəticəyə gəlmişik. Və bu kitabda Milli Onkologiya Mərkəzi başqa bir özəlliyi, öz elmi işlərimizdən, yəni bu tək kitab yazmaq deyil, öz elmi işlərimizdən də bu kitabda istifadə eləmişik. Misal üçün, vitamin D barəsində, ginekoloji anamnez barəsində, misal vitamin D barəsində bu iş böyük fəxrlə deyirəm ki, dünyada ilk dəfə bizim mərkəzdə yerinə yetirilibdir bu iş. Və bu Amerikanın NCC təşkilatının ən məşhur bir jurnalı var, GNCCN jurnalı var. Həmən onu professor Müşfiq Həsənov bir dəfə mənə dedi ki, o jurnalın kodu nədir? O birdir. Ondan yuxarı elə bir jurnal yoxdur tipdə. Ən yüksək, belə deyim ki, dərəcəsi olan, impact faktoru olan həmən bu jurnaldır ki, bizim o məqalələrimiz həmən bu məqalə orada çap olunubdur və bu yaxınlarda bir xoş xəbər də deyim, biz hər hansı bir məlumat axtarırdıq, Google-a girdik axtarmağa, həmən orada birinci bizim mərkəzin işləri çıxdı orada. Ginekoloji anamnez barəsindəki Azərbaycan Onkoloji Mərkəzində belə bir iş aparılır. O bizim üçün böyük fəxrdir, Azərbaycan üçün böyük fəxrdir ki, Google-a girin, orada birinci bizim işimiz orada qeyd olunmuş ki, Azərbaycan alimləri belə bir elmi iş aparıblar. 14-cü özəllik, bu kitabda ümumiyyətlə professor Rafiq Əsgərov var idi, çox yaxşı kişiydi, Allah rəhmət eləsin ki, bu universiteti professor. O mənə deyirdi, yazılan qalır. KOP haqqında, kitabın hər bir kitabın axırında KOP haqqında, digərində isə bu WUF-13 haqqında məlumat vermişik. Niyə? Bunlar tarixdir. Tarixdir, həm də qidalanma ilə bir avasitə əlaqəsi var. Yaşıl qidalanma, yaşıl dünya, ona görə də biz bundan bir səhvə hər bir kitabın axırında həmən illərdə keçirilən 2 dənə vermişik. O vislər haqqında belə ciddi deyil. Yəni məlumat vermişik ki, belə bir tədbir keçildi. Bu 14 dənə özəllikdir. İndi 15-16 özəllik bunlar sonradan ağlımıza gəldi. Kitabın özəlliyindən biri bu, incə dedim, kitabın bütün maddi və mənəvi yükü Cəmil müəllimin üzərindədir.
Və kitabın satış məsələsi gələndə müzakirə elədik. Deyib o kitabdan nə gəlirsə, nə satış gəlirsə, hamısını uşaq onkologiyasında iyanə edin. Qərarımız da odur ki, kitabımız alınsa, qəbul olunsa, nə gəlirsə də, nə qədər maddi onu uşaq onkologiyasına iyanə edəcək və böyük məmnuniyyətlə edəcək ki, uşaqlarımızın onkoloji xəstəliyin 80% sağalandır uşaq onkologiyasında. Bəzən material çətinlik üzərindən olur. Çalışaq ki, və bunu niyə biz belə deyirik? Biz deyirik, bunu ictimailəşdirək. Cəmaət bilsin ki, belə bir şey var. Çox adamın bəlkə də məlumatı yoxdur. Uşaq onkologiyasına kömək eləsin. Reyman İsmailzadə professor, klinikanın rəhbəri bir neçə dəfə söhbət əsasında deyib ki, İngiltərədə uşaq onkologiyasına girirsən, hər bir alətin, hər bir üstündə yazılıb, bunu filan kəs verib, bunu filan kəs verib, bunu filan. Deməli, bu uşaq onkologiyasına kömək eləmək dünyanın hər böyük də, amma uşaq onkologiyası ayrı aləmdir. Ora mütləq kömək eləmək lazımdır. Bu 15-ci, 16-cı özəlliyi çox maraqlı özəlliyi olacaqdır. Deməli, kitabı yazılmaq təqdirini tez-tez biz müzakirə ən çox bu üç yoldaşla, Azad müəllimlə, Niyazi ilə, Müşfiq müəllimlə, ən çox bu üç adamla kitabın müzakirəsi gedibdir. Niyazi müəllim bəlkə də məndən çox tənqid edənlərdən biri olur ki, bu belədir, bunu niyə belə yazmışam, bunu şey elə, o da xoş məqsəd. Sonra razılar, ümumi bir razılığa gəlmişik. Odur ki, qərara gəldim ki, bu prezentasiyada Allah ömür versə, imkan versə, çox yəqin ki, sonralar bu kitabın ikinci, üçüncü, yəni gələcək nəsillər bunun nəşrlərini hazırlayacaqlar və o vaxt ona görə də sizdən təvəqqə hər bir kitabın arxasında 2 səhifə ağ səhifə verilir qeyd üçün. Ora qeyd edin, biz də ondan istifadə edib kitabın yenidən yazılmasında ondan istifadə edərik. Diqqətiniz üçün təşəkkür edirəm. Çok sağ olun. Uğurlar arzu edirik. Daha bundan geniş kitablar yazasınız. Çok sağ olun. Bu kitaplar hakkında öz fikrini demek için sözü vererek Azad